Salam, xoş gördük sizləri, hörmətli abituriyentlər. Bu günləri 4-cü dərsin izahına başlayıram. Həmişə qeyd etdiyim kimi xəritə üzərində işləməkdən ötürü biz əvvəl vəsaitdə olan xəritədə deməli əraziləri biz öyrənməliyik. Vəsaitdə olan xəritə budur. Testin şərtinə diqqət edin. 4-cü əsrin sonu, 3-cü əsrin əvvəllərində Atropatenanın yerləşdiyi ərazini və onun paytaxtını tapmalıyıq. Əvvəlcə biz diqqət eləməliyik ki, Atropatena Azərbaycan hansı ərazidə yerləşmişdir. Atropatena Azərbaycanın cənub hissəsinə düşür qədim dövrdə. Biz xəritəni 2 yerə böldük. Sonra isə onun paytaxtını tapmalıyıq. Atropatenanın paytaxtı Qazaka şəhəridir. Deməli, Qazaka şəhəri olduqda şərti işarə ilə işarələnmiş rəqəmə biz baxdıqda həmin ərazi deməli 4-dür. Deməli, Atropatenanın paytaxtı 4-cü əraziyə düşür. Atropatena dövlətinin paytaxtı Qazaka şəhəridir.